Şeirinin sonunu belə bitirir ki, məndən ötən sənə dəydi, səndən ötən mənə dəydi, səndən məndən ötən zərbə yazıq vətən sənə dəydi. Bu sözlər 30-31 il bundan əvvəl deyilmişdi. Mən isə indi deyirəm ki, ruhun şad olsun şair. Çünki bu dəfə zərbələr sənlə, mənlə, heç kəsdən ötmədisə də, hər birimizin sinəsinə dəydisə də, sonda yenə də zəfərlə qalib gəldik. Niyə görə? Çünki artıq bu dəfə taktikanı dəyişmişdik. Dəmir yumruq deyən güclü bir qüvvə, Ali Başkomandan İlham Əliyev, Azərbaycan milli ordusu və xalq bir dəmir yumruq kimi birləşdi və bu 30 illik ləkəni üzərimizdən götürdü. Bir dəmir yumruq da indi fəaliyyət göstərir. Bax, bu tədbirlərin təşkil olunmasında, şəhidlərimizin anı mərasimlərinin keçirilməsində əvəzsiz bir rolları var, misilsiz bir xidmətləri var. İndi isə sizi dəmir yumruqçu Əzəman müəllimin çıxışı ilə tanış edeyim. Buyurun. Çox sağ olun. Əziz şəhər sevərlər, hamınızı salamlayıram. Biz bugün Dəmir Yumruq Alfa Azərbaycan kollektiv adından gəldik. Bizim şəhidimiz yad etməyə. Allah cəm şəhidlərimizə rəhmət eləsin, məqamlarımız olsun. Mən çox sevindim ki, bugünkü günü şəhidimizin nəvələri burada oldu, iştirak elədi. Allah onlara ömür versin, Allah onların başını eləsin. Bir daha şəhid valideynlərinə səbr edirəm. Allah onlara can sağlığı versin, ömür versin. Çox sağ olun. Hamınız çox sağ olun.